Bu yolun sonunda bir kənd var. Keçmişin izlərini özündə daşıyan Qaraqoyunlu. Adını ilk dəfə eşidəndə bir nağıl kimi səsləndi. Nədənsə mənə elə gəldi ki, bu kənd sanki unudulmuş bir hekayənin içində qalıb. Onu dinləmək üçün yola çıxdım. Hər kəndin bir simvolu olur. Bəzən bir ağac, bəzən bir dağ, bəzən bir su arxı. Qaraqoyunlunun simvolu isə onun elinə, obasına, yurduna bağlı zəhmət ətirli insanlarıdır. Torpaqla aralarında bir and var. Kimsə onu yazmayıb. Amma hamı ona əməl edir. Böyükdən kiçiyə hər kəs sadiqdir bu anda. Şirvanın geniş düzlərində, dağ-ətəyi ərazidə qərarlaşıb Qaraqoyunlu. Əhalisinin kökləri tarixi Qaraqoyunlu tayfalarına söykənir. 17-ci əsrin sonlarında Göyçə mahalının Qaraqoyunlu dərəsindən yol alaraq ta buralara gəlib, bu yerləri özlərinə yeni yurt seçiblər. Çox müsibətlər çəkib başları. Kənd 3 dəfə yerini dəyişmək məcburiyyətində qalıb. 1905, 1915, 1918-ci illərdə erməni daşnaqlarına qarşı əzmlə mübarizə aparıblar. Sovet hakimiyyətinə 10 il tabe olmayıblar. Heç bir amil onları köklərindən qopara bilməyib. Hər daşın, hər ağacın yaddaşı var burada. Ağ və qırmızı günbəz tarixi abidələri kimi. Maraqlıdır ki, niyə məhz Qaraqoyunlu tayfası gəldi Ağsuda bu ərazini, ümumiyyətlə Ağsunu seçdi? Bilirsiniz, Qaraqoyunlu tayfaları əsasən köçəri tayfalar olub. Maldarlıqla məşğul olublar. Yəni heyvandarlıq üçün əlverişli olduğu üçün. Heyvandarlıqla məşğul olublar və onlar gəziblər, örüş axtarıblar, otlaq axtarıblar və axı biz bilirik ki, Qarabağ zonası, canımız, ciyərimiz Qarabağ zonası məskunlaşma baxımından biraz sıxdır. Orada heyvandarlıqla geniş şəkildə məşğul olmaq biraz çətindir. Amma buranın geniş düzləri əlverişli idi. Bir tərəfimiz dağ, qarşımız üzü uzandıqca Sartəpə deyilən, yəni maldarlığın inkişafı üçün gözəl bir şərait vardı. Bizim çox dəyərli ağsaqqallarımız olub. Doğrudan da Qaraqoyunlunun adına layiq, Qaraqoyunlunun şanlı keçmişinə layiq çoxlu ağsaqqallarımız olub. Bu ağsaqqallar təsərrüfatı idarə ediblər, kəndin əhalisini idarə ediblər, mübahisəli məsələləri həll ediblər və ortaya doğrudan da çox qeyrətli, əməksevər, vicdanlı, qonaqpərvər Qaraqoyunlu cəmaatını yetişdirib. Ona görə deyirlər ki, Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma. Bilirsiniz, çox gözəl gəncliyimiz yetişir. Çox şükür ki, Azərbaycan müstəqilləşdi. Qardaş, Taxlı Abdülmahmud da əkirdi, becəridir, Şəmsəddin saat 3-də aparıb Kürdəmirdə. Bu yığırdı, vaqona göndərirdi, SSR fonduna. Onlar da oxuyurdular orada. Amma indi kəndinin özünə qalır əkdiyi. Kənd öz ənənələrini davam elətdirir. Allah şükür, hamımız, millətimiz, cəmaatımız üzü gülərdir, mehribandır, əməksevərdir.
bu kəndə bir də xoş gəlmisiniz. Çox sağ olun. Baxın, siz keçmişdən danışdınız, keçmişdə bu ağsaqqallarla necə hesablaşırdınız, necə onların sözünü dinləyirdiniz. Bugünkü nəsil necə ağsaqqallarla hesablaşır? Bizim bugünkü nəsil... Yəni o ənənəni qoruyub saxlaya Yox, bilmişsiniz. gəncliyimizdən heç bir narazılığımız yoxdur. Maşallah, Allah saxlasın hamısın. Çox mədəni Əsas narazılıq odur ki, gəncliyimiz. bəzi adamlar istəyir belə olsun professor. Özü ilə o gəncləri müqayisə eləmir. Elə deyək ki, o da məşim olmalıdır. Gəncin düşüncəsi başqadır, tamam. Gəncin gənc düşüncəsi var. Sən çalışmalısan ki, onu başa düşəsən. Deməli, ağsaqqallar gözləyirlər. Bəli, gözləyəsən, hörməti gözləyəsən gəlir. Səhəri yağışla açdım. Mənə elə gəldi ki, göy üzü yorğanını çəkib ağlayır. Yüngül, incə, sanki köhnə bir xatirəni xatırlayıb, kövrəlib. Hər damla bir misra, bir nəğmə kimidir. Həyətə düşdüm. Səssizliyin içindən odda istilik axtardım. Samavarı qaladım. Ocağın çıtırtısı yağışın pıçıltısına qarışdı. Elə bil təbiət orkestrdir. Mən də səhər konsertinin tamaşaçısıyam. Çay dəmləyib eyvana çəkildim. Samavarın buxarı yuxulu gözlərimə bulaşdı. İsti çayın dumanı ilə yağışın səsi birləşib ruhuma doldu. Təbiət mənimlə danışırdı. Sakit ol, burada həyat var, burada sükutun öz dili var deyirdi. Bir yudum çay, bir damla yağış. Kənd elə bir nəfəs alır. Həyatın ən gözəl anı, heç nəyin tələsmədiyi, hər şeyin öz yerində olduğu o an. Samavarın yanında, eyvanda, yağışın seyrində gizlənmişdi. Günortaya doğru yağış kəsdi. Fürsət bilib evdən çıxdım. Dünəndən xanımlarla saç asmağı planlamışıq. Gedim özümü çatdırım. Özünüzü necə hiss edirsiniz, Yapan əmi? Səhhətiniz necədir? Həyatı boyu sakit, dərin, işıqlı biri olub elektrik Yapan əmi. Yaşının bu vaxtında da enerji saçır ətrafına. Bağının, bağatının qulluğunu tək başına çəkir. Təbiətdən güc alaraq yaşayır ömür payını. Onun xeyir duasından ilham alaraq özümü yetirdim Səltənət nənənin yanına. Kəndin ətri bu odun alovunda gizlidir. Qutabın dadı ailənin, birliyin, kəndin dadıdır. Bu nemətə qonaq olan Qaraqoyunlunu unutmaz deyir Səltənət nənə. Allah can sağlığı versin. Can sağ olsa hər şey olar, yaxşı olar. Dünyamızı dinc eləsin. Allah Azərbaycanımızı qorusun, əskərlərimizi qorusun. Bax, bu günümə şükür. Gənə də yaxşıyam. Ağlım başımda. Şükür. Qaraqoyunlunun
adını eşidəndə zəhmət ətirli insanları ilə yanaşı bir də bu dad gələcək ağlıma. Mən bu kəndi artıq tanıyıram. Qaraqoyunlu. Adı qulağa bir nağıl kimi gəlir. Amma burada həyatın özü nağıla bənzəyir. Torpağın, yağışın, çayın, babaların və nənələrin yazdığı nağıl. Kənd qızım uşaq yaddaşı kimidir. Adam hər şeyi unudur, doğulduğu yeri əsla. Uşaq yaddaşı it olur axı. Yaddan çıxmır. Yurdu olmayan adamın küləyi də başqa səmtə axır. Nə yaxşı ki, Qaraqoyunlu kimi yurdum var mənim. Kəndin xatirələri samavarda dəmlənir. Atın nalları ilə yayılır. Bir ağ birçəyin əllərində xəmirlənir. Qaraqoyunluda bir gün, bir ömür kimi keçdi mənim üçün və mən buradan ayrılanda bildim. Bu kənd ruhumda, ağlımda həmişə yaşayacaq.